Xozalı Memorial kompleksi bu illər ərzində Bakıda da qurula bilərdi. Ancaq hər şey zərgər dəqiqliyi ilə hesablanmışdı. Bu kompleks məhz indi, məhz Xozalıda qurulmalı idi. Quruldu da. Mənim 3 övladım, bir baldızım. Bacım balalarım işədə qalıbdı. Hələ ki onların bir canaları, bir cəsədləri tapılmayıbdı. 34 öldü, gözümüz yollardadır. Xozalı bizim de yaralı yerimiz. Nəinki bizim, bütün Azərbaycan xalqının, bütün dünya Azərbaycanlıların yaralı yeri. Qardaşım ailəsi hiç uşağı yoxdur. Yəni bu günə qədər hələ tapılmayıbdı. Yəni bir tərəfdən kədər olsa da, bir tərəfdən sevindirici odur ki, bu torpaqlarımız bütün hamısı işğaldan azad olundu. Allah prezidentimizin canı sağ eləsin ki, gəlib dərdimizə şərik olur, torpağımızı alıbdı, öz evimizdə oturmuşuq, çox şükürlər olsun. 34 il bundan əvvəl vəziyyət nə cür idi, şərait nə idi burada mən görmüşdüm və indi burada görürəm.